Örümcək deyir ki, Ülkənin kanalına abunə olmasalar, gecə onların başına çıxacaq. Salam, kanalıma xoş gəldiniz. Bu kameranı açdım açmağına sözünün açığını demək lazımsa nə çəkəcəyimi bu dəqiqə özümdə bilmirəm. Beyinsel olaraq çox şey deyə bilərik. Biz necə düşünə bilərik ki, mən bunu da eləyərəm, bunu da eləyərəm, bunu da eləyərəm. Bu cədvəldə bir millim belə oynama olanda mən o gün bitirəm, tükənirəm. Ay çok şirin görünür. Şöyle şile bakır. Aa, ada. Nerede kalmıştık? Ben ve diqqət pozukluğum. Pul yığmağın amması odur. Gərək nəfsivə çox sahib çıxasan. Gərək az pulla keçməyi öyrənəsən ya da pul qaynaqlarını artırmağın bir yolunu tapasan da. Yəni bu çox belə şey bir temadır. Mən həmişə bu arada pul yığa bilməyən insanlara tövsiyəm olur ki, mən bir dəfə bir məqsəd qoymuşam qabağıma və o məqsədə çata bilməmişəm. Mən bu yay əslində Bakıda olmayacaqdım. Mən Amerikaya gedirdim. Və bunu bir dəfə yaşamışam və bir də yaşamaq istəmirəm. Mən o dövrün bütün video kayıtlarını silmişəm. Və o situasiyanı, o tipi görmüşəm və o tipə bir də əsla düşmək istəmirəm. Və o dəqiqə yanıma gəldilər. Nə oldu, nə oldu, nə oldu? Mən iki qayğı görən kimi ağlaşma qururdum. Mən də gözlərim doldu. İki damcı belə ay çok korkunç. Belə şeylər yaşana bilir. Çünki insansan, dolursan bəzən. Ya bəzən mən də yoruluram, bəzən bitirəm, bəzən deyirəm ki, tüpürmüşəm hər şeyə, heç nə eləmək istəmirəm.